Belə bir gözəl 2023-cü ilin Kia Cabet GT Line. Maşın 1.6 motordur. Ən gözəli odur ki, maşın yaşıl işıqla çıxır. 36 min dirhəmlə maşın yaşıl işıqla çıxır. Yəni 5 dirhəm, 1000 dirhəm verib bizdən başqa oynayan olmasa bu maşını əldə etmək olar. Maşın 1.6 motordur. Maşının ön hissəsində heç bir zədəsi yoxdur. Yox, ön hissəsində bu tərəfində bir zədəsi var. Maşının gördüyünüz kimi sol hissəsində deməli bufer zədəsi iləndir. Faradır, krılodur. Bir də qapı və arxa qapıda belə bir işləri var. Hansı ki, bunlar hamısı düzələcək. Bir dənə krilo, fara falan siperzada alınacaq. Yəni buradan nə dəyişiləcəksə onlar dəyişiləcək. Bir də bonet balaca işlənəcək. Yəni kapotu. Maşının sol hissəsində zədəsini göstərim. Sol hissəsində bir dənə qapıda belə bir yüngül batlıqları var maşının. Maşının arxa hissəsində heç bir zədəsi yoxdur. Maşının sol hissəsində də bayaq az öncə göstərdim sizə. Maşında açarsı daxilma mövcuddur. Kör nöqtənin sensoru mövcuddur. Belə bir salondur maşında. Gördüyünüz kimi rolun airbağı, diz airbağı, oturacağın airbağı maşındadır. Panoramik lük mövcuddur. Monitor, palasa tanımaz olaq, izləməz olaq tamam mövcuddur. Kim maraqlılarsa maşının vinini sizlər üçün bölüşüm. Girib maşının vini ilə də tanış ola bilərsiniz. Kim istəsə zəhlənizi gözləyir qardaşlar. Maşın bugün aksiyonda oynanılacaq.